Nəriman Abbasovun təsərrüfatı. Keçin balacan. Heç vecinə deyil ha yəni. Yox, deyil. Yox, indi vecinə oldu. Bəli. Nəriman bəy, maşallah olsun. Burada maşallah gününüz olsun. Təsərrüfatınız çox genişdir. Qoyun, quzu, keçi. Eləmi? Hə, yoxsa danalarınız da var? Yox, yox, hələ ki ondan yoxdur. Elə keçi də biraz qoyun. Bunu özünüz almısınız, yoxsa dövlət də köməklik edir? Özüm almışam. Özünüz almısınız. Gün suyuq deməmiş çıxdı. Deməli, Nəriman bəy deyir ki, bu Xocalının Cəmilli kəndinin böyük canıdır. Bizim kəndimizin böyük canıdır. Və əminəm ki, bu daha dadlı olar. Bu şey. Oradan da Cəmilli kəndinin bölükcanından hazırlanan mürəbbə. Biz Qarabağlılar mürəbbə deyirik, Bakılılar varinə. Sən Bakıda Binəqəddə yaşamısan deyən uzun müddət. Yox, mən də mürəbbə deyirəm. Sadəcə olaraq dedim. Yox, elə biz elə deyirik. Maşallah olsun, çox əla. Allah razı olsun. Cümləmizdən. Allah süfrənizi boy eləsin. Sağ ol qardaş. Qarabağlı deyirsən, bax Qarabağlılar bax salım mürəbbəni. Sən şəhərli kimi yeyirsən. Qarabağlılar bax belə yeyir. Bura onların... Hə, bura oradan qalır. Burada mı saxlayırsınız içərdə? Elə yay vaxtı orada, qış vaxtı ayrıca düşünmüsünüz. Hə, bu deyir, bura belə deyildi. Hamısını bərpa eləmişəm. Bax, görürsünüz. Düzəltmişsiniz. Düzəltmişəm buraları. Yavaş-yavaş da, yəni deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Biz də istəyirik ki, bağ eləyək də, dağ eləməyək. Siz dağın ətəyində bağ yaratmışsınız. Hə, bağ yaratmışıq. Şükürlər olsun. Qəşəng necə deyərlər? Dağın ətəyində, dağın başında bağ yaratmışsınız. Bu cür şəraitin. Tamaşaçılar, həmin o keçilərin, qoyunların, bax, yay vaxtı qaldıqları yer buradır. Ona nəzərdə tutmuşam buranı mən. Nəzərdə tutub ki, burada onları saxlasınlar, həmin heyvanı, qoyunu, quzunu. Əladır. İlan, çəyən belə şeylər varmı burada? Görmüsünüz mü? Yox, rastıma çıxmayıb hələ ki. Hava sərindir deyim, burada elə olmaz. Yox, burada olur, siz yaşamamış yer olub da bura. Əlbəttə. Neçə il yaşanmayıb burada. Yaşanmayıb, ona görə də diqqətli olmaq lazım. Ayağı dayan yerdə yavaş-yavaş çəkilib gedir də səs-küydən. Qoyunlar da istirahətə çəkiliblər. Hə də indi səhər gedir. Operatorumuz göstərsin. Sağ olsun qonşum elə öz heyvanlarla bir yerdə aparır, Allah kömək olsun. Cənab Prezident də mən bura gəlməmişdən öncə baxdım onun Xan Yurduna, Ballıcaya olan səfərlərində. O qeyd etmişdi ki, mən burada yaşayan, göstəriş vermişəm, burada yaşayan əhaliyə əlavə torpaq sahəsi veriləcək. Bəli, o da nəzərdə tutulub. Və burada insanlar kənd təsərrüfatı ilə məşğul olmalı. Bəli, bəli. Yəni, burada örüş sahəsi də gözəldir. Heyvan otarmaq üçün hər bir şey yəni var. Yəni, möhtərəm Prezident də qeyd edib ki, yəni hamıya şəri qədər veriləcək. Burada mı otlağını təmin edirsiniz bu qoyun quzunun? Yox, yuxarılarda o tərəf örüşə sağ olsun qonşum var. Maşallah hər yer yaşıllıq deyil, hara parçalıq deyəcəklər. Allah kömək olsun. Mən yəni
Qarabağ qonşum var, yaxşılığı bir ilə qardaş siz. kimi elə mənim də öz heyvanlarına qatır heyvanımı Hə, aparır. Allah sağ onun da olsun. balasını saxlasın. Allah Minnətdaram ona da. ruzinizi, bərəkətinizi bol eləsin. Canınızı sağlam Sağ eləsin. ol, Elə Allah bu razı gözəl olsun. diyarda, Xocalı diyarında yaşayın, qrup yaradın. Siz də nə vaxt gəlsəz, yəni bu gün çəkilişlə gəlmisiniz, amma başqa vaxtda qonağımız hər zaman gəlib qonağımız ola bilərsiniz. Elə Allah bilsin, razı olsun. burada bir qardaşınızın evi var. Nə vaxt ürəyiniz istəsə. Çox sağ olun. Allah Siz sizdən də var razı olun olsun. qardaş. Əziyyət Hörmətli çəkdiniz. tamaşaçılar, bu günləri məhz Nəriman Abbasovun həyatı ilə, onun yaşantısı ilə, yaşam tərzi ilə sizi tanış elədim. Xocalının Xan Yurdu ərazisində. Maşallah olsun, çox da gözəl qarşıladı. Borcumuzdur. Biz Qarabağlıların borcudur utanmadan, hər bir şey. Yox, burada nə çəkinmədən var ki? öz təsərrüfatını bizə göstərdi. Allah bədnəzərdən qorusun. Utanc odur Hə, ki, gedib hardansa oğruq eləyəsən. əlbəttə ki. Öz Amma zəhmətimizlə. Öz alın tərinizlə, zəhmətinizlə qrup yaratdığınız təsərrüfatdır. Şükür Allaha. Allah Allahım bundan da çox eləsin, bol Sağ eləsin. olun. Heç vaxt buraya köçdüyünüz üçün peşman olmayasınız. Şükür Allaha. Hələ ki də Hə. peşman deyiləm. Maşallah, hamının arzusudur ki, elə bax belə sərin, gözəl turistik yerə Valla köçək. çox adamın arzusudur. Gələn adam deyir ki, halaldır valla. Yəni Belə turistik bir zona da torpaq almaq mümkün deyil, çətin, Allah bahadır. and Amma olsun. sizə maşallah Şükür dövlətimiz ki Allaha, verib, hər bir öz şey- yurdunuza qaytarıb, maşallah. Bizim olsun. öz valla sağ olsun bizim kənd sovetimiz deyək də, kənd nümayəndəmizin Ramiz müəllimə də təşəkkür edirəm ki, valla nə deyəndə canla başla bizdə Kənan müəllim gəlir, maraqlanır, hər bir şeylə maraqlanır. Yəni bir şey problemimiz olanda yığırıq Kənan müəllimi, Ramiz müəllimi ki, belə bir problemimiz var. Yəni ərinmədən gəlir. Yəni Dəstəyini bizim- nümayiş edər. o da indi onun da sənə şeyi odur ki, gedir hardasa bir quruma deyir ki, bu kəndin bu problemləri var. Aha. Yəni çalışdığı qədər də yəqin Onun ki, özü də böyük bir şəhər. əlbəttə, yəni orada vasitəçidir, o da Bəli, vasitəçi kimi problemi bir neçə dənə çatdırır. problemlər vardı. O gün gəldi, biz ona çatdırdıq hamısını. Yəqin ki, etap hamısında eləyəcəklər inşallah. Təşəkkür edirəm hamısına Çox da. sağ Sizə olun. də təşəkkür Allah edirəm köməyiniz olsun. ki, Gözəl münasibətə minnətdaram görə, ki, gözəl gəldiniz, qarşıladığınıza çəkiliş görə. elədiniz, bizim Borcumuzdur. yaşam tərzimizlə maraqlanırsınız. Allah sizdən Həmişə. razı olsun. Sağ olun, var olun. Yığışmışıq bugün bu xoş məclisə, mahnı deyib yallı gedək səs-səsə. Yığışmışıq bugün bu xoş məclisə, mahnı deyib yallı gedək səs-səsə. Qaynatalar, qaynanalar sevinsin, beylə gəlin səadətə yetişsin. Toy günüdür, əl çalın, əl çalın, qızışdırın, meydanı əl çalın. Toy günüdür, əl çalın, qızışdırın.